Salam. Time 2025-ci ilin Transforming Sentence into Simple or Compound Complex bölməsini 21-ci sualına baxırıq. 20 sualın artıq izahını vermişəm. Diqqətli olun. Baxın, əgər hər hansı bir qaranlıq məsələ varsa, qaranlıqda başa düşmədiyiniz şərhlərdə yaza bilərsiniz. Böyük məmnuniyyətlə izahını verə bilərəm. MİQ və sertifikasiya hazırlaşan ingilis dili müəllimləri üçündür bu videolar. Time 2025-ci il kitabından, ən son nəşrdən dərsləri izah edirəm. Əgər hər hansı bir bölməni istəyirsinizsə, şərhlərdə yaza bilərsiniz. Həmin bölmənin izahını verə bilərəm. 21-ə baxırıq. Dorian could hardly believe that Lord Henry would advise him so recklessly. Baxın, object clause'dur. Tamamlıq budaq cümləsidir. Dorian inanırdı nəyə? Henry'nin ona ürəksiz məsləhətlər verdiyinə, könülsüz məsləhətlər verdiyinə. Dorian could hardly believe, bu hissə ilə işimiz yoxdur, olduğu kimi qalır. That-i silirik. Axı biz bu cümləni sadə cümlə etmək istəyirik. That, yəni cümlədən silinir. Məsələn, baxın, that olan cavabı silirik. Could hardly believe Lord Henry advise him, yox, to advise him olar. Advising olmaz. Have advised olmaz. To advise him. 22-ci suala baxırıq. The girls remember that. Baxın, that var. Zətli cavabları silirik. Avtomatik gedir. Sonra they knocked over flour sacks on the ground. Burada artıq knocking verə bilərik. To knock vermək olmaz. Remember to knock olmaz. Burada da remember them verib. Yox. Remember knocking over flour sacks on the ground. 23-ə baxaq. Bir dəqiqə. 23-ə baxaq. They know that he studies English well. Onlar bilir ki, o ingilis dilini yaxşı oxuyur. They know him. Baxın, yenə də zət getdi. Çünki cümləni sadə cümləyə çeviririk. Bu mürəkkəb cümlədir. Zətlə olan cavab yoxdur. They know him. They know him to study English well. Sadəcə olaraq kompleks obyekti çeviririk. Mürəkkəb tamamlığa çeviririk. Tamamlıq budaq cümləsi know-dur. Know-dan sonra obyekt halda olan əvəzlik gəlir. Him veririk və to study olur. Baxın, him studying olmaz. Burada they know he yox. Him olmalıdır. Kompleks obyekt daxil edirik. Obyekt halda olan əvəzlik verməliyik. Əgər kompleks obyektdə qaranlıq qalan məqamlar varsa, kompleks obyektin izahını vermişəm artıq. Kanalımızda var, baxa bilərsiniz. They know his olmaz. Him olmalıydı. They know to study olmaz. 24-ə baxırıq. After she had eaten her meal, she went for a walk. Zaman budaq cümləsini çeviririk. Baxın, after sözü ilə başlayanları silməliyik. Çünki sadə cümləyə çeviririk. İki variant arasına qalırıq. Having eaten her meal, she went for a walk. Niyə goes veririk, zaman dəyişirik ki? Yadınızda saxlayın. Reduction'da, yəni cümlələrin qısaldılmasında sadə cümləyə çevirən zaman zamanla işiniz yoxdur. Zaman olduğu kimi qalmalıdır. Keçək 25-ə. Although, baxın, although bilirik ki, mürəkkəb cümləni birləşdirir və although-dan sonra, though-dan sonra cümlə gəlməlidir. Baxın, Gatsby cümləmizin mübtədasıdır. Amazed cümləmizin xəbəridir. Diqqətli olun. Ona görə although ilə olan cavabı götürə bilmərik. Yəni mürəkkəb cümlə. Although-nun qarşılığı nədir? Despite-dir də. Despite və yaxud da in spite of. Bilirik ki, onlardan sonra söz birləşməsi gəlir. Və variantlara baxaraq despite bircə cavab da var. Due to çünki deməkdir, olmaz. Although baxmayaraqdır, due to çünkidir. Regarding ona görədir, olmaz. Although var. Elə bir ki, ziddiyyət bildirən bir şey verməliyik. Güzəşt bildirən bağlayıcılar axtarmalıyıq. Regardless olmaz. Apart from, ondan ayrı yox. 26-cı suala baxırıq. After she had been chosen a team leader, she desired to go to school. After, o team liderini seçdikdən sonra after'ı verə bilərik burada. Biz necə verə bilərik? After'dan sonra gerund verərək. Mübtəda yox, baxın, she verib burada. Mübtəda yox, gerund verərək. After chosen olmaz. After'dan sonra, ümumiyyətlə, sözünlərdən sonra gerund gəlir. Ahincili feil gəlir, həmişə demişəm, gerund gəlir. After being və yaxud da after having, iki variant arasına qalırıq.
After being niyə verək ki? Axı cümləmiz had been chosen'dur. Ona görə having been veririk. Yəni bitmiş zaman olduğu üçün bitmiş zamanında veririk. Bu qədər sadə. Baxırıq 27-yə. While Adrian was walking, Adrian gəzərkən, he was drenched by the cloudburst və o islandı falan filan. Bizə tərcümə lazımdır. Sadəcə ora cümləyə baxırıq. While ilə başlayan cümləni seçə bilərik. Bayaq dediyim kimi after olan yerdə necə ki gerund veririk, burada gerund veririk. While walking to school, məktəbə gedərkən Adrian was drenched by. Baxın burada mürəkkəb cümlə yoxdur ki. Mürəkkəb cümlə nədir? Bir mübtədası, iki mübtədası, iki xəbər olmalıdır. Baxın burada Adrian bir mübtədamızdır. İkinci xəbərimiz, ikinci mübtədamız he-dir. Xəbəri isə was walking bir xəbərdir. İkinci xəbər isə was drenched-dir. Ancaq bizim cümləmizdə baxın bir dənə mübtədə, bir dənə də xəbər var. While walking to school, Adrian was drenched. Gördünüz? Məktəbə gedərkən nə zaman? Burada artıq mürəkkəb cümlə yoxdur. Keçək 28-ə. As Sandy was thirsty, Sandy susuz olduğu üçün sözünü hansı söz əvəz eləmək olar? Because əvəz edə bilmərik. Çünki because-dan sonra mürəkkəb cümlə gəlir. Because being olmaz. Ona görə silirik. Because being olmaz. Because of thirsty ola bilərdi. She drank 3 glasses of water. Neçə dəqiqə? Qələmimiz hara getdi? Deməli, being thirsty, as Sandy was susuz olaraq, Sandy susuz olduğu üçün Sandy 3 stəkan su içdi. Və due to her thirsty, she drank 3 glasses. Onun susuzluğuna görə, susuz olduğu üçün being susuz olduğu. Yəni bacardıqca bunları due to do, because of do, owing to do bunları istifadə etmirik. Condition şərt budaq cümləsi. If the errors are corrected, əgər səhvlər düzəldilərsə, the document will be published next week. Sənədlər gələn həftə çap olunacaq. If corrected, baxın məchul var, ona görə corrected veririk. Əgər düzələrsə, the document will be published. Baxın, yenə də deyirəm, zamanla işiniz yoxdur. Zaman olduğu kimi qalır. Cavabımız eybəndir. In case of corrected, yox, correction olardı. Correction daha yaxşıdır. In case of correction. Səhvdir, in case of correction. Yəni də without being corrected, burada artıq without var. Axı, bizə without inkar edən bir şey yoxdur. Unless having been corrected, burada if not deməkdir. Unless, mən əvvəlki videolarımda qeyd etmişəm bunu. Baxaq 30. Jane left Thornfield Hall so that she could find a place where she truly belonged. Jane left. Jane bu tərəfindən işimiz yoxdur. Left. So that nə demək? Çünki də. Çünki elə to ilə də işlədə bilərik də məqsədini bildirir. Jane zalı həqiqətən də aid olduğu yeri tapmaq üçün tərk etdi. Bölürsaydı. Eyvəndir. Jane saw to soyu. Saw to beləliklə tapdı. Yox. Jane for fear that qorxusuyla, tapmaq qorxusuyla. In order that varsa, ümumiyyətlə mürəkkəb cümlə olaraq bu sadə cümlə deyil. Burada da that var, burada da that var. In order left whole owing to finding a place where she. Baxın, burada iki mübtədə var, xəbər var. İki mübtədə, iki xəbər var. Ona görə də olmaz. Biz sadə cümlə axtarırıq. Looking forward the west. Toward. Qərbə baxaraq. I saw a funnel-shaped cloud stir up dust. Deməli, I var, mübtədə var, so var, looked var, bu eyvan variantı olmaz çünki iki mübtədə, iki xəbər var. Keçək. While I looked toward, no, when I looked towards the west, I saw a funnel. Burada iki mübtədə, iki xəbər var. Bir dəqiqə. Nə istəyir bizdən? Sadəni mürəkkəbə çevirmək istəyir. Sorry. Bayaqda mürəkkəb cümləni sadəyə çeviririk, indi artıq sadə cümləni mürəkkəbə çeviririk.
Looking towards the. Baxın, ing ilə verilən cümlələrdə yadınızda saxlayın ki, when, while daha çox onu mürəkkəb cümlə edə bilər. While burada götürmürük çünki C var. Bir bəndi səhvdir. Yəni zamanı dəyişir, zamanı dəyişə bilmərik. Cavabımız C bəndi. When I look towards it. Mən qərbə baxarkən qərbə toz, buluş şəklində toz gördüm. 32-yə baxırıq. Yenə də cümləni indi mürəkkəb cümləyə çeviririk, sadəni mürəkkəbə çeviririk. Despite-ın bayaq dedim əksi nədir? Though, although-dur. Baxırıq variantlara, bircə variantda although-dur. Bağlayıcıları da bilsəz, asanlıqla çevirə bilərsiniz, heç əziyyət çəkməzsiniz, düşünməzsiniz. Although-dan sonra cümlə gəlir, ancaq despite, in spite of-dan sonra cümlə gəlməz. Cümlə gəlirsə artıq mürəkkəb cümlə olur da, adından da görünür. Never having visited Paris previously, the travelers were amazed when seeing the Eiffel Tower. Baxın, burada since verə bilərik. İndiki bitmiş zaman, keçmiş sadə zaman, asanlıqla since verə bilirik. Bu cavabımız D-bəndir. Since they, qələmi götürək. Since they had never visited Paris previously, onlar Paris'i heç vaxt görmədiyi üçün Eiffel qülləsinə heyran olmuşlar. Zamana dəymirik. Zaman olduğu kimi qalır. Ona görə də sinsi asanlıqla verə bilirik. 31-ə baxırıq. He was the most talented artist to have ever lived in this town. Bu şəhərdə yaşayan talented, istedadlı bir artistdir. He was the most talented artist that had ever lived in the town. Bəli. Who he ever lived olmaz. Ever var axı. Ever var deyə bitmiş zaman verməliyik. Ona görə ey bəndi gedir. Baxırıq. He was the most talented artist. Niyə which artist canlıdır axı? Whom üçün söz önü lazımdır. So that. Niyə so that verək ki? Cavabımız bir bəndi. Yəni nəticə budaq cümləsi deyil. 35-ə baxırıq. Because of the fully booked restaurant. Because of-dan sonra da söz birləşməsi gəlir, yadınızda saxlayın. Tam rezerv olunmuş, sifariş olunmuş restoranlara görə I choose the alternative dining at home. Mən evdə yemək alternativini seçdim. Because-un bir sinonimi də since-dir. Since the restaurant was fully booked, I choose bəli olduğu üçün, çünki 36-ya baxırıq. Mr. Thompson took the most extreme measures to secure his position. Mr. Thompson took the most extreme measure in order that, bəli, öz təhlükəsiz pozisiyasını qazanmaq üçün in order veririk. In order zətləşəndə yadınızda saxlayın ki, mürəkkəb cümlə yaradır. Baxın, while he was securing yox. Mənadan kənara çıxmaq olmaz. Sozət olmaz. Öz mənafiyini güdmək üçün, belə deyək, bu pozisiyanı seçmişdi. 37-yə baxırıq. Autumn is the season after the end of summer but before the beginning of winter. Deməli, autumn is the season after summer ends. Baxın, end of summer-ını summer ends eləyirik, cümləni mürəkkəb cümlə eləyirik. Xəbər verdik, mübtəda verdik, xəbər verdik oldu bizim mürəkkəb cümləmiz. Summer ends. Winter begins. Gördünüz? Asanlıqla çevirib mürəkkəb cümlə eləyə bilirik. Mübtədası olsun, xəbər olsun bizim üçün. Baxın, ey bəndində between summer and winter burada iki mübtəda, iki xəbər yoxdur. Autumn is the season before summer ends, but after winter begins. Before yox, after olmalıdır. Baxın burada. After and before'un yeri səhv olub ona görə. Səhvdir cavab. 38-ə baxırıq. Bumble pauses to take praise after having delivering this address in an awful voice. Deməli, Bumble paused to take praise after, bayaqki kimi yenə də he had delivered, bir dənə mübtəda veririk, he veririk, bir dənə xəbər, this address in an awful voice. Bir mübtəda bir xəbər verdiksə cümləmiz artıq mürəkkəb cümləyə çevrilir. 39-a baxırıq.
Being very tired with his work. ING ile başlayan cümlədir və səbəb bildirir. Çünki kimi tərcümə olunur. Çünkinin bir sonunda nədir? As'dir. As, because of verə bilmirik. Çünki özündən sonra söz birləşməsi gəlir. Qələmimizi götürək. Seeing that he's very tired. Axı, mürəkkəb cümlə eləməliyik. Niyə seeing that? Due to-dan sonra cümlə gəlmir. Söz birləşməsi gəlir. Ona görə səhvdir. For he was tired with his work. Thompson for yox. Ev daha düzgün cavabdır. Baxaq. 40-a. Sonuncu sualımızdır. The young woman working at the clothes shop arrived at the train station at 11 a.m. The young woman working at the clothes. Qadındır, canlıdır. Canlı olduğu üçün hulu birləşmələri saxlamalıyıq. Works, the young woman works səsi burada heç birləşmə yoxdur. Mürəkkəb cümlə eləməliyik bunu. The young woman that work olmaz. Zətdən sonra birbaşa xəbər gəlmir. Who works, whom work olmaz sözünü lazımdır. Who working olmaz. Elə cavabımız sibəndir. Belə. Hansı mövzunu istəyirsinizsə şərhlərdə yazın, qeyd edin. İnşallah ki onlara aydınlıq gətirim. Suallarınız olarsa yenə də şərhlərə yaza bilərsiniz. Daha çox insana, daha çox müəllimə bu videolarımızın çatmağını istəyirsinizsə like edin. Bəyənirsə yenə də like edib abunə olmağı unutmayın. Hələlik.